Herkese salam, Aras Food kanalına xoş gəlmisiniz. Bugün biz turşa şirin sousda qənəd reseptini paylaşırıq. Bu yemək Aziya mətbəxinə aiddir və çox fərqli və maraqlı dadı var. Kanalımıza abunə olun və başlayaq. Hazırlaması üçün bizə lazım olacaq toyuq qənədi, yumurta ağı, ketçup, kraxmal, sarımsaq, soya sousu, paprika, duz, istiot, küncüt, duru yağ, bir də ki su. Ərzaqların miqdarı həmişəki kimi videonun altında olacaq. Qənədləri oynağından kəsirik və iki yerə bölürük videoda göstərdiyimiz kimi. Öncədən biz qənədləri yumuşuq və qurulamışıq. Qənədlərin üstündən 2 yumurtanın ağını tökürük. İndi isə kraxmal, soya sousu, duzu çox tökməyin, çünki soya sousun tərkibində artıq duz var. Zövqə görə istiot və sarımsağı presdən keçirdirik. Və yaxşıca hamısını qarışdırırıq. Üstünü streçləyib qoyuruq qırağa. Nə qədər çox qalsa, o qədər yaxşıdır. İndi isə sousu hazırlayırıq. 1 qaşıq şəkər, 1 qaşıq nişasta, qaşıq yarım da ketçup əlavə edirik və 1 qaşıq alma sirkəsi. Paprikanın upakovkasını belə göstərdik ki, supermarketlərdə axtararkən çətinlik çəkməyəsiniz. Paprikadan da 1 çay qaşığı əlavə edirik. 2 qaşıq soya sousu, duru yağ, yarım çay qaşığı duz, bizim qaşıq çox balacadır. Yarım çay qaşığı istiot. Üstündən su və qarışdırırıq. Toparcıqlar əriyənə qədər qarışdırırıq. Tavanı qoyduq ocağa və yağı əlavə edirik. Hardasa 3 xörək qaşığı. Qızdırılmış tavaya qənədlərimizi belə yerləşdirdik. Bir tərəfi tam qızarandan sonra çeviririk və digər tərəfini qızardırıq. Hazır oldu, çıxardırıq boş qaba. Eyni qaydada qalan qanadları da qızardırıq. Qənədləri 1-15 dəqiqə ərzində soyutduq. Bu proses daha da tez başa gəlsin deyə hətta balkona çıxartdıq. İndi isə həmin tavada, həmin yağın içində təzədən qızardırıq hər iki tərəfdən. 2 dəfə qızartmağın səbəbi daha gözəl, xırçıltılı qabığı əldə etmək üçündür. Tam reseptə görə hazırlasaz, inanın ki, çox bəyənəcəksiniz. Qənədləri qoyduq qırağa, təkrar soyusunlar. Biz isə sousu hazırlayaq. Öncədən hazırladığımız məti tavaya tökürük və qarışdıraraq bişiririk. Tərkibində nişasta olduğuna görə durmadan qarışdırmaq lazımdır. Qaynamağa yaxın plitənin ateşini azaltmaq lazımdır. Məhlul artıq qatılaşdı, videoda gördüyünüz kimi və qaynamağa başladı, artıq hazırdır. Əslində soyumuş sousun içinə qənədləri əlavə eləmək lazımdır, amma biz gözləyə bilmədik. Hələ isti-isti tökdük və başladıq qarışdırmağa. Boş qaba servis edirik. Aziya mətbəxi sevən insanlar mütləq bu resepti bəyənəcək. Eyni qaydada toyuğun sinə əti ilə də hazırlaya bilərsiniz. O da çox dadlı alınır. Zövqə görə üstündən göyərti səpirik. Biz göy soğanı seçdik və qızardılmış küncütlə çox dadlı alınır. Bunu süfrəyə həm qəlyanaltı kimi də vermək olar, həm də ki, hansısa bir qarniyarın yanında da. Hazırlayan hər kəsə nuş olsun. Çox sağ olun ki, bu videonu axıra qədər izlədiniz. Kanalımıza abunə olmağı unutmayın. Bugünlük bu qədər. Özünüzə yaxşı baxın. Sağ olun.